Mən Bəşir Allahverdiyev 1967-ci ildə Zərdab rayonunun Yarməmmədbağı kəndində anadan olmuşam. Kənd orta məktəbini bitirdikdən sonra Sovet ordusunda xidmət etmişəm. Bakı şəhərində gəmi təmiri zavodunda elektrik təmirçisi işləyirdim. 1992-ci ildə Qarabağ müharibəsinə yollandım. Baş leytenant rütbəsi ilə 723 saylı hərbi hissənin kəşfiyyat bölməsinin komandiri kimi döyüşdüm. Milli ordunun ilk rəsmi bölüklərindən biri olan 723 saylı hissə könüllülərdən təşkil olunmuşdu. Kəşfiyyat əməliyyatlarımızı Qırmızıbazar, Veysəlli, Cəmilli, Çartaz və Divanallar kəndləri ətrafında aparırdıq. Şuşa və Laçın itiriləndən sonra 723 saylı batalyonun qərargahı Füzuli rayonunun Qacar kəndində yerləşirdi. 92-ci ilin iyun ayında Qırmızıbazar qəsəbəsi istiqamətində hərəkət edərək bu yaşayış məntəqəsini erməni qüvvələrindən azad etmək tapşırığını aldıq. Əməliyyatımız uğursuzluqla nəticələnməsinə baxmayaraq qəhrəmanlıqla döyüşdük. Tapşırığı yerinə yetirəndə, döyüşlərdə iştirak edəndə bilirdik ki, biz şəhid olsaq belə nə vaxtsa torpaqlarımız düşmənlərdən azad ediləcəkdir.